Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Haqq Səsi TV1-in rəhbəri Elxan Müzəffəroğlunu səmimi qəlbdən təbrik edirik. 34 illik jurnalistika təcrübəsinə malik Elxan Müzəffəroğlu peşə fəaliyyətində daim həqiqəti müdafiəsini, milli dəyərlərin təbliğinin əsas prinsip kimi rəhbər tutmuşdur. Media sahəsində səmərəli fəaliyyəti ilə seçilmişdir. Bu əlamətdar gün münasibətilə Elxan Müzəffəroğluna möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq. Haqq Səsi TV1 kollektivinə fəaliyyətində davamlı nailiyyətlər. Demək olar ki, canım sonrası üzrə operator müxbir olaraq siz təyin olmuşsunuz. Bakıda çalışırdı. İnşallah indi daha yönətdik sizin sənəti bura. Sizi təbrik edirəm. Minnətdarım, çox sağ olun. Var olun. Uğurlu olsun. Mən onu da bilərəm ki, bizim 34 ildir bu sahədə çalışarım, amma yalnız dövlətimizə xidmət edirik. 22 iyul Milli Mətbuat və Jurnalistika Günü Azərbaycan mətbuatının şərəfli tarixini, söz və fikir azadlığının inkişafını özündə əks etdirən əlamətdar gündür. 22 iyul 1875-ci ildə Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabi tərəfindən təsis edilən Əkinçi qəzetinin xalqımızın ilk ana dili mətbuat orqanı kimi tarixə düşərək milli jurnalistikanın təməlini qoymuşdur. Əsasın qoyduğu Milli Mətbuat Məktəbi bu gün də Azərbaycan jurnalistləri tərəfindən uğurla davam etdirilir. Səsləndirdi Haqq Səsi TV1-in əməkdaşı İbrahimova Əfsanə.